Şah İsmail içeriden dışarıdan vatanımızı sarstı, salladı, eyvallah demedik. Erdoğan mayın 16-sında Türkiyədə Şah İsmail Xətai barədə mübahisəli fikirlər deyib. Şah İsmail Xətaini tənqid edəndən sonra isə Erdoğan İlham Əliyevə təriflər yağdırıb. O deyib ki, Prezident Əliyev tarixə, regiona sülh gətirən lider kimi düşəcək. Bismillahirrahmanirrahim. Əvvəla biz kimik ki, tarixi şəxsiyyət barədə hökm verək? Biz kimiyik? Allah Subhanahu Teala Bəqərə surəsində iki yerdə, iki ayədə, eyni ayədə bizə xəbər verir. Deyir ki, tilkə ümmətun qad xalət ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tusəlunə ammə kənu yəməlun. Onlar bir toplum idi, gəlib getdilər, onların elədiyi onlara aiddir, sizin elədiyiniz sizə. Onların etdiyi əməllər barədə siz sorğu-sual olunmayacaqsınız. Biz tarixi məsələləri qabardıb, tarixi şəxsiyyətlərə dil uzatmamalıyıq, hikmətli olmalıyıq. Qiyamət günü bizdən soruşulmayacaq. Nə qəbirdə, nə qiyamət günü soruşulmayacaq ki, sən niyə Şah İsmail Xətai barədə danışmamısan? Səndən soruşulacaq, Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Yəni bu həyatda həqiqi müsəlman olmusanmı? Lakin burada bir incəlik var, əziz müsəlmanlar. O adamlar ki, böyük şəxsiyyətlərə dil uzadır və belə tarixi şəxsiyyətləri sevməyənləri, sevənlərə, onu sevənlərə qarşı qızışdırır. Ona nifrət oyadır, ədavət oyadır və s. Sonra da bu qarşı durmaya gətirib çıxarır. Bu yaxşı şey deyil, bu müsəlmana yaraşan deyil. Bunu etmək hikmətsizlikdir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim Allah'a və axirət gününə iman gətiribsə ya xeyir danışsın, ya da sussun. Biz xeyir danışmalıyıq.